Hədəfi kəşf et, müşahidə et, məhv et. Biz illərlə qoynumuzda bəslədiyimiz düşməni 90-cı illərin əvvəlində kəşf elədik. 30 il ərzində sülh danışıqları aparsaq da, müşahidələrimiz onu göstərdi ki, düşmən sülhlə torpaqlarımızı geri qaytarmayacaq. Nəhayətdə düşmənimizi məhv eləyib torpaqlarımızı geri aldıq. Studiyamızın qonaqları vətən müharibəsi iştirakçıları və qazilərimizdir. Ağa Ağazadə, eyni zamanda Tural Yusifzadə, hər ikinizi xoş gördük. Bugün demək olar ki, zəfər günlərinə az qalıb, zəfər günlərini yaşayırıq və hər il biz o periodu keçdikcə həmən günləri xatırlayırıq. Elə Ağa bəydən başlamaq istəyirəm. İlk xatirələriniz, ilk təəssüratlarınız nədir döyüşlə bağlı? İlk öncə bütün Azərbaycan xalqını salamlayıram. Bizim ilk təəssüratlarımız odur ki, biz oktyabr ayında döyüş tapşırığını başlamışıq yerinə yetirməyə. Cəbrayıl istiqamətindən Qubadlı, Zəngilan və Laçın istiqamətində doğru. Döyüş tapşırıqlarını yerinə yetirərək axırıncı yerimiz Laçın rayonu istiqamətində döyüşlərimiz olub. Laçın rayonu istiqamətində, dəhliz istiqamətində bütün tapşırıqları vaxtında yerinə yetirib öz missiyanızı tamamladınız. Həmən istiqamətlərdə artıq missiyanızı yekunlaşdırdınız. Döyüşün ilk günü nə hiss eləyirdiniz, nə düşünürdünüz və ümumiyyətlə gözləyirdinizmi belə bir şey? Artıq neçə il idi ki, yəqin ki, xidmət edirdiniz? Bəli, gözləyirdik belə bir şey. Onsuz daxiləcə olmalıydı. Bu tapşırığı biz neçə illərdir gözləyirdik ki, belə bir şey olsun və biz gedək öz torpaqlarımızı erməni işğal altından azad edək. Siz hansı qoşun növündə xidmət eləmişdiniz? Mən sülhməqamlı qüvvələrdə. Sülhməramlı qüvvələrdə. Və sülhməramlı qüvvələrdə olmanıza baxmayaraq artıq bilirdiniz ki, müəyyən qədər canlanma var və belə bir döyüş, belə bir müharibə qaçılmazdı. Keçid almaq istəyirəm Tural bəyə, söhbətimizə qaydacağıq. Tural bəy, sizin üçün müharibə nə vaxt başladı? Müharibəyə başlayandan sonra, iştirak eləyəndən sonra, yoxsa artıq müharibənin ilk günündə siz artıq müharibədə olduğunuzu hiss eləyirdiniz? Mən müharibənin ilk günündə tələbə idim, universitet tələbəsi. Universitetindən alıb getmişəm ora, imtina eləmişəm öz universitetimdən. Öz təhsilinizdən imtina eləyib döyüşlərə yollanmışsınız? Əyani təhsil olduğu üçün müharibəyə aparmırdılar, ancaq qiyabi təhsillər aparırdılar. 29-cu günü çıxmışıq Nasosundan, üzü Füzuli, Xocavənd, Cəbrayıl, Laçın istiqamətlərində olub döyüşlərimiz. İlk döyüşümüz Füzuli Əlxanı, Bunker, hamıdan tanıdığı Bunker istiqamətində olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı diləyirəm hər birinə. Ağır döyüş olub, heç kim deyə bilməz ki, rahat bir döyüş olub, rahatçılıqla alınıb, çox çətinliklə alınıb, ağır artilleriya işləyib və pexota işləyib tamamilə. Və olduğunuz istiqamətlərdə sizin üçün ən yadda qalan hansı ki, oturub düşündünüz ki, artıq bu bəlkə də bizim üçün sondur? Füzuli Əlxanı betonluqda olan Bunker. Bunker istiqaməti. Mən o bunkerin adını çox çəkirlər. Məsələn, orada sizin üçün ən böyük maneə nə idi? Deyək ki, bunkerin həddən artıq qalın olması, alınmaz olması. Alınmaz idi da. Minomyot vururdu, dağılmırdı. Təqribən nə qədər idi məsələn oradakı betonun deyək qalınlığı? 1 metrə qədər olardı, yoxsa çox olardı. 1 metrdən artıq bir qalınlıq var idi. Ona görə elə istər artilleriya ilə vuranda, istər raket artilleriyası vuranda betonu dələ bilmirdi sanki. Zaten snayper var idi, bir hamını götürürdü o orada. Düşmənin snayperləri. Bir nəfər idilər, yoxsa? Yox, bölünmüş şəkillərdən, fərqli ərazilərdə. Hansı istiqamətdə xəsarət aldınız? Xocavənd. İstiqamətdə Aşağı Veysəlli kəndində tankın önündə Uaz markalı maşınla düşdük minəyə, tanka boynu minəyə düşdük. Tank əleyhinə minə? Bəli. Sol tərəfli qapalı kəllə beyin travması aldım, sol tərəfli previt saçmamasıdır. Və həmən vaxt artıq sizin üçün döyüş bitdi? Yox, döyüşə yenə davam eləmişdim. Yenə davam eləmişdim o vəziyyətdə. Noyabrın 8-ci günü, zəfər günü salındı, 9-cu günü Füzuli Əhməd Bəyli Hospitalına göndərildim. Baş qatil olunduqdan sonra birbaşa Papalinko Hospital yazıldı. 11 ay hospitalda müalicə almışam, yatlı vəziyyətdə. Müalicəniz dövründə həmin anlar yenidən xatirinizə gəlirdimi? Bugünkü gündə belə gəlir. Bu gün də gəlir, baxmayaraq ki, artıq nə azından çox 5 il keçir. Bəli.
Çətindir əlbəttə həmin anlara qayıtmaq, Hər şey həmin anları xatırlamaq çətindir və döyüş yoldaşlarınızdan kimsə xatırlayırsınızmı? Sizin üçün ən yadda qalan məqam bir dialoq, hansı ki orada bir-birinizə hər hansı bir söz verdiniz, bəlkə bir yadigar nəsə bağışladınız? Kamal var, bir də Orxan var Əsgərov. Bir də yaxşı münasibətimiz olan şəhidimiz var idi, Ağayev Ağabala. Allah rəhmət eləsin ona. Bu üçün ən çox münasibətlərimiz olur. Var dost tanış, necə ağa kimi dostumuz var, qardaşımız var, Elvin var. Ağa bəy bir qədər efirə görə biraz həyəcanlıdır. Mən ona bildirirəm ki, həyəcanlı olmalı olan əslində bizlərik. Bizim studiyamızda hal-hazırda fəaliyyət göstərən operatorlarımızdır, rejissorlarımızdır. Biz biraz həyəcanlı olmalıyıq ki, real döyüş görən şəxslərlə dialoq qururuq, söhbət aparırıq. Bu artıq neçənci efirimizdir. Onların hər birinin ağzından yeni bir ifadə, yeni bir söz, yeni bir döyüşlə bağlı məqam öyrənirik. Bəziləri var ki, ümumiyyətlə heç elə bir görüntülər yoxdur, yəni o barədə danışdıqları əməliyyat barədə elə bir kadrlar yoxdur. Elə xırdalıq olan məqamlar var ki, necə orada biz rəşadət göstərmişik, bizim hərbiçilərimiz, onların döyüş yoldaşları. Elə sözü yenidən Ağa bəyə vermək istəyirəm. Sizin üçün döyüşün ən pik nöqtəsi nə idi ki, artıq bildiniz ki, biz bu ərazini deyək ki, götürdük və bununla döyüşün taleyi həll olundu, müharibənin taleyi həll olundu. Bizim üçün ən yadda qalan 2 döyüş olub. Bir noyabrın 3-cü günü, bir də noyabrın 8-i. Noyabrın 3-cü günü Laçından Milkənd işlərsiniz. Həmin kənddə ağır döyüşlər getdi. Bizim hərbi hissə ilə Gəncə batalyonu hərbi hissəsi var. Gəncə briqadası. Maraqlı döyüş keçdi, amma şəhidlərimiz çox oldu deyə bir balaca bizim üçün ağır oldu. Bir də ayın 7-si günü, 7-si və 8-i. 7-si şəhidlərimiz çox oldu. Yanımızda Dadaşov Orxan Ağdamlı var idi, düz yanımızda vuruldu. Ağır gün oldu. Gecə səhərə kimi postu saxlayıb, noyabrın 8-i saat 4-də mən yaralanmışam. Ümumiyyətlə bizim briqada 122 nəfərdən demək olar ki, hamısı yaralandı. Təkcə adam qaldı ki, oradan salamat çıxdı. Siz də yaralandınız, elə həmən yerdə yaralandınız. 9 qəlpə, bir güllə, 4 sınıqla. 9 qəlpə. Ən yüngül demək olar ki, mən. Bu ilə belə oradakılardan ən yüngül yaralanan siz idiniz. O qədər ağır döyüş gedirdi. Və Şuşa istiqamətində irəliləyəndə artıq deyək ki, bilirdiniz ki, növbəti Xeyr, bizdə Şuşa istiqamət deyildi, bizdə Laçın dəhlizi. Laçın dəhlizi idi. Biz noyabrın 8-ci günü Milkənd istiqamətindən çıxıb Safyan kəndi istiqaməti döyüşlərə girmişik və oradan da istiqamət tapşırıq dəhlizi idi. Sadəcə, belə deyim, qarşı tərəf, düşmən tərəf həmin dəhlizdə çox, bütün demək olar ki, artilleriyanı, bütün əsgərlərin, hər şeyin vermişdi ora deyə, ora girmək yəni çox çətin idi. Mümkünsüz idi. Çox çətin idi. Biz noyabrın 8-ci günü puskaya düşdük Safyan kəndində. Və saat 4-5 radələrində yaralandıq. Saat 7-8-ə kimi qaldıq orada, hava qaralına kimi çıxmaq olmurdu. Snayper hər tərəfli imkan vermirdi ki, dala qaydaq və ya qarşıya gedək və ya mövqemizi dəyişək. Yəni, bunların heç birinə imkan vermirdi. Texnika karvanı ilə düşdünüz puskaya, yoxsa xeyr, şəxsi texnika karvanı ayın 5-i düşmüşdü bizdə. Texnika karvanı Milkənddən Safyan istiqamətinə gələndə meşəliyin içində puskaya salmışdılar. Puskaya düşmüş. Kamazımızda vurmuşdular, tankıda vurmuşdular. Yəni, onları sıradan çıxartmışdılar. Bizim istiqamətdə nə ərzaq yardımı, nə silah-sursat yardımı demək olar ki, gəlişi mümkünsüz idi. Ancaq piyada da yəni, nə qədər irəliləyə bilərsən. Dağlıq ərazi düzlük deyil ki, dağlıq ərazidir. Gecə vaxtı hava qaralmanı gözlədik, kömək gəldi. Səhər 8-dən axşama qədər hava qaralmağını gözləmişsiniz. Yaralanandan sonra bəli, axşama kimi gözlədik ki, hava qaralsın, ehtiyat kömək gəlsin bizə. Atışma gedirdi həmən ərəfədə, yoxsa? Yox, həmin ərəfədə, belə deyim sizə, bizim artilleristlərimiz sağ olsunlar ki, məhv elədilər onlar. Bizi o döyüşdən kim sağ çıxıbsa, yəni məni də orada tanıyan ham bilir, o sözümü də təsdiqləyə bilər ki, bizi orada artilleriya çıxartdı. Öz artilleriya çalarınız. Bizim artilleriyamız orada olmasaydı, yəni oradan heç bir adam sağ çıxmayacaqdı. Məhv elədilər oradakı düşməni və nəhayətdə siz çıxa bildiniz. Sanki bir dəstəyə köməyə gəldilər. Gecənin gəlişini gözlədik. Gecə bizim briqadanı və başqa briqadalar var ki, 52 və yaxud da 777 hərbi hissələrimiz var idi. Köməyə gəldikdən sonra
biz təxliyə olunduq. Yaralıların hamısı fiziki xəstəxanasına təxliyə olundu və bizim yerimizə də ki, ehtiyat qrupa gəldi oturdular. Biz artıq ayın 9-u xəstəxanada olan gün idi ki, gücə ayrılmışdıq, yaralarımız sarılmışdı falan. Onda eşitdik ki, müharibə qutarıb və zəfər bizim oldu. Qələbə qazandıq. Və ümumiyyətlə həmin o çətin məqamda deyirsiniz ki, ən yüngül xəsarətlə siz çıxmısınız. 9 qəlpə bir güllə səhv eləmirəmsə dediniz, 4 dənə də sınıq. Ən yüngül xəsarət oradakılardan sizdə olubsa, indi biz təsəvvür edirik ki, ən ağır yaralananlar kimlər idi. Və orada heç ağlımıza gələrdi ki, həmin məqamda o ən çətin, kritik, o qırılma anı deyirlər də, qırılma anında bir sutka sonra artıq qələbə xəbərini eşidəcəksiniz, zəfər xəbərini eşidəcəksiniz. Biz zəfər xəbərin, siz gecə idi, səhərə yaxın idi. Bəli. Biz həmin vaxtı iynələr, dərmanlar, Müalicə yatışlar falan, alırdınız. siz o deyil, gəldiyim 24 saatdır. Yəni, 24 saat ərzində beynindən çıxmır, uşaqlar orada, sən burada. Narahat idiniz döyüş Əlbəttə ki, yoldaşlarınız. yəni bu necə oldu, necə bitdi, orada deyilsən axı. Burada, deyim, hamı hər şeyi danışa bilər. Amma yuxarıdakı vəziyyət heç kim bilmir. Bəli. Yuxarıda vəziyyət necədir, yeməkləri varmı, silahları varmı, axşam kəşfiyyat olub nəsə eləyəcəklərmi, yəni bilmirsin. Ona qədər insan narahat qalır. Və artıq nəhayətdə qələbə xəbərini eşitdiniz. Qələbə xəbəri təmiz biləndən sonra səhəri günə, onda biraz rahatçılıq oldu. Tural bəyə qayıtmaq istəyirəm. Tural bəy, dediniz ki, artıq həmən vaxtı siz kəllə-beyin travması almışdınız, amma buna baxmayaraq davam edirdiniz. Bu əzmi, deyək ki, mülki həyatda olsa göstərə bilərdiniz, yoxsa həmin o döyüşdəki adrenalin, döyüş yoldaşlarından birgə irəliləmək istəyi idi siz aparan? Döyüş statiyası var ki, döyüş yoldaşını tək buraxmamalısan da. Məsələn, bizim andımız var ki, şəhidi qoyub çıxdı yoxdur. Şəhidin olsa, nə olur olsun, qoyub çıxmayasan oradan. Öldün, ölsən yenə öldü, o şəhid orada qalmamalıydı. Yəni, Füzuli relyefindən bilirkən ağır relyeflərdən biri olub. Çox çətindir. Çox çətin relyefi var. Həm düzənliyi var, həm yamacları var, təpələkləri var. Erməni pastiyanlı yamacı olurdu, yüksəkdə olurdu. İrələdikcə biz aşağıda olduğumuz müddətdə onlar yuxarıda olurdu. Yuxarıdan aşağısa açıq mövqeyi daha rahat olurdu onlara görə. Yüksəkliklər onlarda. Yüksəkliklər pastiyanlı onlardaydı. Ağır şəraitlər idi, amma yenə dözümlü xalq. Dözdük. Bəs zəfər xəbərini harada aldınız? Zəfər xəbərini biz aldıq. Döyüşdə zaman vaxt, yoxsa? Bəli, Xocavənddəydik. Aşağı Veysəllidən təzə çıxmışdıq, sola yol dönür, valın arası var, həmən valda miniyə düşmüşdük biz maşına. Tankistlərimiz düşmüşdü bir də arxamızda. Sola dönürsən, orada cəmləşmə nöqtəmiz var idi. Tam ad verməyək. Bəlkə də yağış yağan gün idi, həmən günü. Ən pis yağış o günü yağmışdı, sel gedirdi bildiyin. Həmən günü bilindir, ən ağır döyüş elə həmən gün olmuş, zəfər günü olan gün. Zəfər günü. Çünki onlarda nə var, bizi atırdı, bizdəkilərdə nə var idi, onları atırdı. Sanki artıq bilirdilər dayanacaqlar. Dayanacağını bilirdi deyə. Nə qədər bacarıq. Kimin əlində nə var, buraxırdı. Onlar bizə, bizimkilər onlara. Nəhayətdə o xəbəri aldınız. Necə qarşıladı ordumuz, oradakı şəxsiyyət bu xəbəri? Mən belə deyim də qeyd elədi də. Hər tərəfli qeyd elədi. Zaten mən öz maşınımla getmişdim döyüşə. Öz avtomobilinizə? Öz avtomobillə döyüşə girmişəm, döyüşdə. Oranın relyefinə uyğun gəlirdi sizin avtomobiliniz? Maşın bayağı branyovoyun idi. Zirehli avtomobil idi. Hə, sizə təhkim olunan avtomobillə getmişdiniz? Şəxsi avtomobilini yığıb aparmışdım. Şəxsi avtomobilinizdə, amma onu zirehlə deyək ki, təmin Nə eləmişdiniz. vaxtsa müharibə olacağını fikirləşib, yığıb hazır. Yığıb hazır qoymuşduq. Hər zəfər Bəlkə də, olar. Bəlkə biz də görmüşük. Təəssüf ki, marka adı çəkə bilmirik, amma dediniz ki, bir növ pick-up formatındadır. Cipdir. Amma hər şey var da, çimək üçün duş kabini, İspaniya kravatı, Özünüz düzəltmişsiniz. Sırsat yeri, generatoru, 0 fazla. Nə qədər vaxtınız gedib həmən avtomobili düzəltməyə? 17 gün. Bu avtomobili düzəltməyə 17 gün vaxtınız gedib. Hər bir detalını işləmişsiniz və şəxsən özünüz. Heç bir deyək ki, bir usta və... Yox, özümüz zaten ustayıq, servisdir bizdə. Dost tanışdan da belə deyək də. Özünüz hazırlamışsınız. Və fikirləşmirdiniz ki, bu avtomobilin qabaritləri, motor gücü, bir qədər o ağırlığı hər şey nəzərən hesablamışdınız. Ayrı motoru falan qoymuşdu üstünə. Və əvvəlcədən neçə müddət əvvəl siz buna başladınız hazırlamağa ki, bax, nə vaxtsa müharibə olsa mən bu avtomobili cəbhədə sürəcəm. 1 ay. 1 ay qabaq, sanki hiss eləmişdiniz.
Zaten bilinirdi. Müəyyən qədər artıq Məlumatlar var. azdan çoxdan bir məlumat Generalımızın almışdınız. şəhid olduğundan sonra Polad Həşimov Bəli. Özümüz generalımız. Tovuz deyirdik. Bəli, fəxrimiz. Mən deyərdim ki, elə Tovuz döyüşləri bir növ vətən müharibəsinə bir açar oldu və Tovuz döyüşlərində də bizim ondan çox hərbiçimiz şəhid oldu. Səhv eləmirəmsə 16 hərbi qulluqçumuz şəhid oldu və generalımızın olduğu məntəqənin vurulması tamam başqa istiqamətdə idi. Onlar demək olar ki, düşmənlə göz-gözə müşahidə aparırdılar, kəşfiyyat aparırdılar. Onların vurulması həqiqətən də Azərbaycan xalqına çox ağır təsir eləmişdi və xatırlayırsınızsa həmən günlərdə kütləvi izdiham, insanların meydanlara axışıb müharibə şüarları səsləndirməsi, müharibə tələb eləməsi, doğrudan da bir xalq, dövlət, ordu birliyini biz orada görürdük. Təşəkkür eləyirəm hər birinizə, minnətdaram, gəldiniz. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, sağsınız. İnşallah Allah sizə can sağlığı versin. Daha da bir, hər hansı bir deyək ki, narahatlıqlarınız varsa səhhətinizdə tamamilə yekunlaşsın, bitsin. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Həqiqətən də fəxrimizsiniz. Biz sizlərə baxanda tariximizi anlayırıq. Biz sizlərə baxanda müharibəni sizlərin gözlərində görürük və sözün əsl mənasında ölümün gözünə dik baxan insanlarsınız və bu hər kəsə də nəsib olmur qazi olmaq. Fəxrimizsiz, fəxr eləyirik sizlərlə, minnətdaram. Çox sağ olun. Belə, əziz izləyicilərimiz, 30 il əvvəl kiçik-kiçik dəmir pəncərələrdən baxdığımız torpaqlara döyüşərək və mübarizə apararaq qayıtdıq. Həmin torpaqlarda indi necə deyərlər, selfie çəkdiririk. Və Azərbaycan xalqı göstərdi ki, bizim iradəmiz, əzmimiz, gücümüz buna imkan verir ki, sözün əsl mənasında öz göbəyimizi özümüz kəsək və biz bunu bacardıq. Zəfərimiz mübarək. Bir daha təbrik edirik xalqımızı. Növbəti buraxılışımızda görüşənə qədər.